Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Açıqlamada deyilir: ölkə ərazisinin bəzi yerlərində arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək dağlıq ərazilərində isə qar yağır. Lənkəran Astara bölgəsində yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Astarada 20 mm, Lənkəranda 16, Şamaxı, Cəlilabad, eyni zamanda Bakıda və Abşeronda 2, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Füzulidə isə 1 mm-dir. Daşkəsən, Ağdam, Sarıbaş, Kişçay, Şamaxı, Qırız, Xaltan, Göyçay və Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrə qədər məhdudlaşır. Məlumata görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabr ayının 5-i gündüzə qədər davam edəcək.